Demək müəllimlər, biz bugün başlayırıq çiçəkli bitkinin generativ orqanlarına. Biz demişdik ki, ümumiyyətlə çiçəkli bitkinin orqanları iki qrupa bölünür. Vegetativ orqanlar və generativ orqanlar. Vegetativ orqanları tamamladıq. Kök, gövdə və yarpaqla tanış olduq. Dedik ki, ən qədimi gövdədir. Ondan yaranmışdır yarpaq və yarpaqdan sonra da yaranmışdır kök və kökün də daha cavan növü elə əsas kök idi, hansı ki o generativ orqandan sonra, yəni toxumun əmələ gəlməsindən sonra əmələ gəlmişdi. Bugün isə başlayırıq generativ orqanları. Çiçəkli bitkinin generativ orqanlarına toxum, meyvə və çiçək aiddir və ilk dəfə olaraq yaranan təbii ki daha qədimi toxumdur. Amma baxmayaraq ki, biz birinci çiçəyi öyrənməklə başlayacağıq. Çünki toxum əmələ gəlmişdi. Deməli, Devon dövründə, Paleozoy erasının Devon dövründə ilk dəfə toxumlu qıcı kimilərdə, bunlar da ilk çılpaq toxumlu bitkilər idi. Devon dövründə əmələ gəldilər. Lakin çiçək və meyvə isə daha cavan generativ orqanlardır və ilk dəfə əmələ gəldilər Mezozoy erasının təbaşir dövründə və çiçəyin əmələ gəlməsi ilə ilk dəfə tozlandırıcı cücülər də əmələ gəldi, yəni həşərat vasitəsilə çarpaz tozlanma yarandı. Lakin toxum yaranarkən isə artıq küləklə çarpaz tozlanma əmələ gəlmişdi. Deməli, tozlanmanın daha qədim növü çarpaz küləklə tozlanmadır. Digər tozlanma növləri ondan sonra əmələ gəlmişdir. Bu da motivasiya hissəsində verilir. Ona görə dərsə başlamamışdan öncə diqqətinizə də çatdırıram ki, ən qədim dekorativ bitkilər qızılgül və şanagüllə olmuşdur və şanagüllənin də toxumları, suzanbağının da toxumları su vasitəsilə axıdılaraq elə su vasitəsilə də tozlanmasını təmin eləyir. Bu da yeni 7-ci sinif dərsliyində bu tozlanma üsulunun adı keçir. Yəni şanagüllənin su vasitəsilə tozlanması göstərilir. Başlayaq çiçəyə. Dedik ki, çiçək şəklini dəyişmiş zoğdur. Deməli, zoğun şəkil dəyişməsidir, metamorfozudur. Lakin o qədər çox ixtisaslaşıb şəklini dəyişib ki, daha biz onu şəklini dəyişmiş orqan kimi yox, biz onu artıq götürürük ayrıca bir orqan kimi, generativ orqan kimi və bütün zoğlar tumurcuqdan əmələ gəldiyi kimi çiçək özü də tumurcuqdan əmələ gəlir. Hansı tumurcuqdan? Təbii ki, generativ tumurcuqdan əmələ gəlir və ona görə də çiçəyin hissələri zoğ şəkil dəyişməsi olduğuna görə bir hissəsi olacaq gövdənin, bir hissəsi isə olacaq yarpağın şəkil dəyişməsi. Və bunu da əzbərə bilməliyik. Çiçəyin saplağı və çiçəyin yatağı gövdənin şəkil dəyişməsidir. Yerdə qalan bütün hissələr, kasa yarpaqlar, ləçəklər, erkəkcik və dişiciklər isə yarpağın şəkil dəyişməsidir. Deməli, bir dənə saplaq və yataq oldu gövdənin. Yerdə qalan hissələr oldu yarpağın şəkil dəyişməsi. Və soruşulsa ki, çiçəyin əsas hissələri hansıdır? Deyirsiniz, erkəkcik və dişiciklər çiçəyin əsas hissələridir. Çünki çoxalma prosesini həyata keçirdən məhz budur. Kasa yarpağı olmayan çiçəklər görəcəyik, ləçəkləri olmayan çiçəklər görəcəyik. Lakin bunlar çoxala biləcək, çünki erkəkciyi və dişiciyi var. Bəs erkəkciyi və dişiciyi olmayan çiçəklər görə bilərikmi? Təbii ki, görə bilərik. Bunlara cinsiyyətsiz çiçəklər deyilir və ya yalançı çiçəklər deyilir. Hansı ki, biz bunu mürəkkəb çiçəklər fəsiləsini keçəndə kənarlarda, günəbaxanın kənarda yerləşən və yaxud göy çiçəyin kənarda yerləşən çiçəklərindən danışanda cinsiyyətsiz çiçək anlayışından da danışacağıq. Bu cür çiçəklərdə erkəkcik və dişicik olmadığına görə təbii ki, tozlanma, mayalanma prosesləri getməyəcək, deməli toxum əmələ gəlməyəcək və bunların və sonda missiyası nədir? Bunlar həşəratları çiçəyə cəlb eləmək üçün bir uyğunlaşmadır. Bu barədə daha geniş mürəkkəb çiçəklər fəsiləsini keçəndə danışacağıq. İndi başlayaq çiçəyin hissələri ilə tanış olmağa.
Çiçək maksimum, ümumiyyətlə çiçəklər iki qrupa bölünəcək. Tam çiçəklər, bir də qeyri-tam çiçəklər. Çiçək yanlığı olan çiçəklərə tam çiçək deyəcəyik. Hansı ki, onun da iki növü olacaq. Sadə çiçək yanlığı və iki qat çiçək yanlığı olan çiçəklər. Çiçək yanlığı olmayan çiçəklərə isə qeyri-tam çiçəklər deyəcəyik. Biz adətən sadə çiçək yanlığını bir ləpəlilər sinfinin nümayəndələrində görəcəyik. İki qat çiçək yanlığını və qeyri-tam çiçəkləri isə iki ləpəllər sinfinin nümayəndələri arasında müşahidə eləyəcəyik. Və çiçəyin maksimum neçə hissədən ibarətdir, neçə hissədən və ya strukturdan ibarətdir desə, deyəcək 6 hissədən və ya strukturdan ibarətdir. Hansı hissələrdir bunlar? Çiçək saplağı çiçəyin gövdəyə birləşdirən hissəsidir. Bu saplaq hissə olmaya da bilər və saplağı olmayan çiçəklərə oturaq çiçəklər deyilir. Necə ki, yarpağın saplağı da olmayanda biz onlara oturaq yarpaqlar deyirdik. Məsələn, demişdik, qərənfildə, aloyedə, aqavada bunlar oturaq yarpaqlar idi. Eləcə də saplağı olmayan çiçəklər görəriksə, bunlara da oturaq çiçəklər deyəcəyik. Və belə çiçəklər adətən biz mürəkkəb çiçəklər fəsiləsinin səbət çiçək qrupunda və yaxud başçıq çiçək qrupunda olan çiçəklərdə və s. biz hər dəfə indi çiçək qruplarından danışanda bunu vurğulayacağıq ki, hansı çiçəklərdə saplaq yoxdur. Və bəzən sizə məsələ həllərində çiçək strukturlarının sayını soruşa bilər. Təbii ki, biz diqqət eləməliyik burada nəyə? Əgər deyirsə ki, çiçək düsturunda olan strukturların, bu zaman elə çiçək düsturundakı strukturlarla işləyəcək. Kasa yarpaq, ləçək, erkəkçik, dişicik sayı ilə. Yox, əgər ümumi çiçək düsturunda olan sözünü demirsə, ümumən deyirsə ki, çiçək strukturlarının sayı nə qədərdir? Bu zaman nəzərə almalıyıq. Əgər saplağı olan çiçəkdirsə, çiçək saplağını da və çiçək yatağını da onun üzərinə gəlməliyik. İndi bu barədə də yenə fəsilələri danışanda, daha geniş məsələ həllərinə qeyd verəndə danışacağıq. Dedik ki, çiçək saplağı çiçəyi gövdəyə birləşən hissəsidir. Çiçək saplağının bax bu genişlənmiş hissəsinə, hansı ki 2 rəqəmi ilə göstərilir, çiçək yatağı deyilir. Yataq neyniyər? Yatağın üzərində daşınır da digər hissələr. Deməli, burada da çiçək yatağı üzərində çiçəyin digər elementlərini daşıyacaqdır. Bunu da yadınızda saxlayın. Əgər çiçək saplağı yoxdursa, deməli, yataq da yoxdur. Yəni, məsələ həllərində struktur olaraq sizdən say soruşursa, oturaq çiçəkdirsə, heç vaxt yataq üzərinə gəlməyin. Çünki tərifində deyilir ki, çiçək yatağı çiçək saplağının genişlənmiş hissəsidir. Saplaq yoxdursa, deməli yataq da olmayacaq. Və həmçinin də bəzən çiçək yatağı deyir ki, onu qoruyur. Yəni çiçəyin digər elementlərini həm üzərində daşıyır, bəzən də onu qoruyur. Və bir də çiçəkdə yaşıl rəngli, bax bu gördüyünüz yarpaqcıqlar, hansı ki bunlar artıq bu hissədən başqa yerdə qalan hissələr hamısı artıq yarpaq şəkil dəyişməsidir. Həmçində kasa yarpaqlar da yaşıl rəngdə olub, yarpaq mənşəlidir və bütün kasa yarpaqlarla birlikdə cəminə kasacıq deyəcəyik. Çiçək düsturunda da onu K hərfi ilə işarə eləyəcəyik yazarkən. Və kasa yarpaqlarının funksiyası çiçək açılmamışdan qabaq onun əsas hissələrini xarici mühitin əlverişsiz təsirlərindən qorumaqdır. Açıldıqdan sonra nə qoruyur? Açıldıqdan sonra çiçək yanlığı birlikdə. Yəni, çiçək yanlığı nədir? Kasacıq üstəgəl tac, yəni kasa yarpaqların və ləçəklərin cəmi birlikdə çiçək yanlığı əmələ gətirir və bunlar çiçəyin əsas hissələrini qoruyur. Lakin açılmamış çiçəklərdə isə yalnız kasa yarpaqları çiçəyin qoruma funksiyasını yerinə yetirəcəkdir. Və çiçəkdə bu rəngli olan digər yarpaqcıqlar isə ləçəklər adlanır və bütün ləçəklərin cəminə də tac deyəcəyik. Deməli, tacın da əsas funksiyası həşər-əlvan rəngləri olduğuna görə həşəratları adətən özünə cəlb etməkdən ibarətdir. Həmçinin də bayaq dediyim kimi erkəkçik və dişiciyi qorumaqdan ibarətdir. Düstur şəklində də yazsaq, bütün ləçəklərin cəminə, bütün kasa yarpaqlarının cəminə nə dedik? Kasacıq. Bütün ləçəklərin cəminə birlikdə nə dedik? Tac. Kasacıq üstəgəl tac nəyə bərabərdir? Çiçək yanlığına. Çiçək yanlığı olan çiçəklərə nə dedik? Tam çiçək dedik. Tam çiçək neçə yerə ayrıldı? 2 yerə.
sadə çiçək yanlığı olan çiçəklər və iki qat çiçək yanlığı olan çiçəklər. İndi bu barədə də danışacağıq, amma ilk öncə gəlin çiçəyin əsas hissələri ilə də tanış olaq. Çiçəyin əsas hissələrinə erkəkcik və dişicik aiddir. Erkəkcik ibarətdir. Erkəkcik sapından, bax bu hissə erkəkcik sapı adlanır və tozluqdan ibarətdir. Dişicik hissə isə ibarətdir 3 hissədən: ağızcıq, sütuncuq və yumurtalıqdan ibarətdir. Sütuncuğu olmayan çiçəklər də var, hansı ki buna oturaq ağızcıqlı çiçəklər deyilir. Bəzi taxıl bitkilərində bu cür çiçəklərə rast gəlmək mümkündür. Dişicik özü də müxtəlif quruluşda ola bilər. Daha doğrusu dişiciyin ağızcığı. Bəzən iki ağızcıqlı ola bilər. Məsələn, taxıllar fəsiləsində, mürəkkəb çiçəklər fəsiləsində biz iki ağızcıqlı dişicikdən danışacağıq. Zanvaxkimlər fəsiləsində məsələn 3 ağızcıqlı dişicikdən danışacağıq. Yəqin ki, hamımız zəfəranın o qırmızı rəngli 3 ağızcıqlı, 3 yerə haçalanmış o ağızcığı, dişicik ağızcığını görmüsünüz. Hansı ki, o qiymətli hissədə məhz budur və elə məhz həmin o dişiciyə görə deməli əkilib becərilir bu dərman bitkisi. Sonra deməli bu da yumurtalığın da içərisində gördüyümüz yumurtacıqdır. Yumurtacıqdan toxum əmələ gəlir, yumurtalıqdan isə meyvə əmələ gəlir. Toxumun əmələ gəlməsi üçün mütləq şəkildə mayalanma getməlidir, lakin meyvə deməli mayalanmadan yaranmır. Meyvə yumurtalığın divarından əmələ gəlir. İndi meyvəni də keçəndə bu barədə daha geniş danışacağıq. Dedik ki, çiçəklər iki yerə ayrıldı. Tam və qeyri-tam çiçəklər. Qeyri-tam çiçəklərdə ümumiyyətlə çiçək yanlığı anlayışı yoxdur. Belə bitkilərə yəqin ki, hamınız fındığın çiçəklərini görmüsünüz və yaxud bozun çiçəklərini, söyüdün, qovağın, göyrüşün çiçəklərini biz qeyri-tam çiçəklərə aid eləyəcəyik. Çünki bunların ümumiyyətlə çiçək yanlığı olmur. Qeyri-tam çiçəklərdə məsəl üçün, burada da məsələn, minimum neçə elementdən ibarətdir desə, biz deyə bilərik ki, burada ola bilər ki, saplaqsız çiçəkdir. Bu ancaq ibarət olacaq, deməli, çiçək saplağı, çiçək yatağı olar. Bir də, məsəl üçün, erkəkcik və dişicik ola bilər qeyri-tam çiçəkdə. Maksimum 4 hissədən ibarət ola bilər. Lakin elə ola bilər ki, çiçək bir cinslidir. Bu zaman erkəkcik və ya dişicik olmaya da bilər. Amma tam çiçəklər özü isə iki yerə ayrılır. Sadə və iki qat çiçək yanlığı olan çiçəklər. Şəkildə gördüyümüz çiçək iki qat çiçək yanlığına malik çiçəkdir. İki qat çiçək yanlığına malik tam çiçəkdir. Çünki onun həm kasa yarpaqları, həm də ləçəkləri var. Belə çiçəklər iki qat çiçək yanlıqlı çiçəklər adlanır və tanıdığımız əksər bitkilər, alma, armud, gilas, şaftalı, qızılgül, itburnu və s. iki qat çiçək yanlığına malikdir. Lakin bəzi bitkilər, əsasən də bunlar bir ləpəlilər sinfinə aid olan bitkilərdir ki, bunlarda kasa yarpaqları və ləçəkləri olmur. Bunlarda o çiçək yanlığı əmələ gəlir eyni tipli çiçək yarpaqcıqlarından, hansı ki biz bunu deməli sadə çiçək yanlığı adlandıracağıq və ona görə də belə çiçəklərin çiçək düsturunu yazarkən K, L hərflərindən istifadə eləməyəcəyik. Ç hərfindən istifadə eləyəcəyik. Yeni dərsliklərdə isə P hərfindən istifadə olunur. Məsəl üçün, yeni düsturda kasacığı da necə biz indi K ilə işarə eləyəcəyik, orada da elədir. Ləçəkləri biz indi L ilə işarə eləyirik, amma orada korona sözünün baş hərfinə görə K ilə işarə eləyir. Sonra biz indi erkəkçiyi E ilə işarə eləyirik. Onlar indiki yeni dərsliklərdə andrasey, latın dilində adına görə A hərfi ilə. Biz indi dişiciyi D hərfi ilə işarə eləyirik. Amma məsəl üçün, indi yeni nəsil 7-ci sinif dərsliklərində genisey, latın dilində dişiciyin adından götürülərək G hərfi ilə işarə eləyir və s. Yəni, düzdür, yeni dərsliklərdən düşməməlidir suallar. Sadəcə olaraq yenə də sizlə bildiklərimi paylaşdım. Və
Deməli, bu da oldu, deməli, sadə çiçək yanlığı olan çiçəklər, hansı ki, onu da Ç hərfi ilə işarə eləyirik. Məsəl üçün, sizə dimin vəsaitlərində, testlərində belə suallar düşə bilər qarşınıza ki, məsələn, 5 ədəd it burnuda, 7 ədəd badımcanda, 3 ədəd zambaqda cəmi neçə ləçək saymaq olar? Deməli, siz artıq bilməlisiniz ki, fəsilələri keçəndən sonra da biləcəksiniz ki, hansılar ləpəllər sinfinə aiddir. Deməli, onların ləçəkləri olacaq. Onlarda 2 qat çiçək yanında. Amma zambaqda ləçək anlayışı yoxdur. Ona görə siz hesablamada ondan istifadə etməyəcəksiniz. Və bir də çiçəyin içərisində erkəkcik və dişiciklərin olmasına görə də biz onları adlandıracağıq. 2 cinsli çiçəklər və ya 1 cinsli çiçəklər və bu anlayışlar özü də 2 evli və 1 evli çiçəklərə ayrılacaq. İndi müasir dərsliklərdə hermafrodit çiçək və hermafrodit bitki anlayışları da var. Hansı ki 20 sınaqda bilmirəm, işləmisinizsə qarşınıza yəqin ki çıxdı. İşləməmisinizsə mütləq şəkildə də işləyin. İndi mən bunları sizə izah eləyəcəm. Bax, bu şəkildə gördüyünüz çiçək 2 cinsli çiçəkdir. Niyə 2 cinsli çiçəkdir? Çünki həm erkəkcikləri var, həm də dişicikləri var. Hər iki cinsiyyət orqanına malikdirsə, buna deyirik 2 cinsli çiçəklər. 2 cinsli çiçəkləri biz hermafrodit çiçək də adlandıra bilərik. Və 2 cinsli çiçəklər yalnız bir evli olurlar. Yəni, eyni bir bitkinin üzərində yerləşirlər 2 cinsli çiçəklər. Əgər çiçəyin içərisində ya erkəkcik, ya da dişicik, yəni ikisindən biri varsa, belə çiçəklərə bir cinsli çiçəklər deyilir. Bir cinsli çiçəklər bir evli də ola bilər, 2 evli də ola bilər. Nə deməkdir bu? Məsələn, hamınız qarğıdalı bitkisini görmüsünüz. Qarğıdalı bitkisinin aşağı hissəsində qıça çiçək qrupunda dişicikli çiçəklər yerləşir. Yəni, həmin çiçəklərin 2 ədəd çiçək pərdəsi, 2 ədəd çiçək pulcuğu, 3 ədəd, 0 ədəd erkəkciyi var, 1 ədəd dişiciyi var. Yəni, bax, bu qıçada olan çiçəklərdə siz erkəkcik görə bilməzsiniz. Yalnız dişicik görəcəksiniz hər bir çiçəyində. Lakin onun yuxarı hissəsində yerləşən süpürgə çiçək qrupunda isə siz görəcəksiniz yalnız erkəkcik. Yəni, 2 çiçək pərdəsi, 2 çiçək pulcuğu o öz yerində 3 ədəd erkəkciyi olacaq. Dişiciyi isə olmayacaq, sıfırdan işarə eləyəcək. Bax, belə bitkilərə bir cinsli, amma bir evli çiçəklər deyilir. Çünki bu çiçək bir cinslidir. Erkəkciyi yoxdur, amma dişiciyi var. Və yaxud bu çiçək bir cinslidir. Erkəkciyi var, amma dişiciyi yoxdur. Lakin bir evlidir. Çünki eyni bitkinin üzərində yerləşir çiçəklər. Aşağısında dişicikli, yuxarısında erkəkcikli çiçəklər. Belə bitkilərə hermafrodit bitki deyilir. Baxın, çiçəyi hermafrodit deyil. Erkəkciyi var, dişiciyi yoxdur. Dişiciyi var, erkəkciyi yoxdur. Bunlar hermafrodit çiçək deyil. Amma bu hermafrodit bitkidir. Deməli, bir evli bitkiləri hermafrodit bitki adlandırırıq. Belə testlər də qarşınıza çıxa bilər. Siz hermafrodit anlayışını zoologiya kursunda da bilirdiniz artıq. Həm erkək, həm də dişi cinsiyyət orqanlarına malik olan heyvanları da biz hermafrodit adlandırmışdıq. Lakin bir cinsli çiçəklər həm də 2 evli ola bilər. Nə deməkdir bu? Yəni, məsəl üçün, söyüd bitkisində 2 ağac yanaşı bitir. Ağacın birindəki bütün çiçəklərdə yalnız erkəkcik olur, o biri ağacın üstündəki bütün çiçəklərdə yalnız dişicik olur. Bunun içərisində yalnız erkəkciklər var, bunun da içərisində yalnız dişiciklər var. Bunlar bir cinsli çiçəkdirmi? Bir cinsli çiçəkdir. Bir evlidirmi? Deyil, 2 evlidir. Bax, belə də yadınızda saxlaya bilərsiniz. Ata ayrı evdə yaşayır, ana ayrı evdə yaşayır. Deməli, bunlar 2 evli bitkilərdir. 2 evli. Ata da, ana da eyni evdə yaşayırsa, bu bir evli bitkidir. Lakin bir evli bitki bir cinsli də ola bilər, 2 cinsli də ola bilər. Əgər bir çiçək içərisində həm erkəkcik, həm dişicik varsa, bu 2 cinslidir. 2 cinsli çiçək 2 evli ola bilərmi? Ola bilməz. Bəs
Bir cinsli çiçək iki evli ola bilərmi? Ola bilər. Bəs bir cinsli çiçək bir evli ola bilərmi? Yenə ola bilər. Bu anlayışları bir-biri ilə qarışdırmayın. Məsələn, iki evli də dedik ki, ata ayrı evdə yaşadı, ana ayrı evdə yaşadı. Amma bir evli də bir cinsli olarsa əgər ata da ana da eyni evdə yaşayır, amma ayrı-ayrı otaqlarda yaşayır. Məsələn, ana ayrı otaqda qalır, ata ayrı otaqda qalır, amma bir evdədirlər. Amma burada isə ümumiyyətlə nəinki otaqlar, evlər belə ayrıdır. İki evlidir. Deməli, iki evli bitki ola bilər. Həm bir cinsli bitki, bir cinsli çiçək həm iki evli ola bilər, həm bir evli ola bilər. İki cinsli çiçək isə, yəni hermafrodit çiçək isə yalnız bir evli ola bilər. Və bir evli olanlara biz həm də hermafrodit bitki deyirik. Hermafrodit bitki, hermafrodit çiçəyə malik olmaya bilərmi? Olmaya bilər. Məsələn, qarğıdalı. Gördük ki, hermafrodit bitkidir, amma çiçəyi hermafrodit deyil. Yəni bu şəkildə qarşınıza suallar düşərsə çətin deyil. Sadəcə olaraq diqqətli olursunuz və cavab da tapırsınız. Və əzbərə bilməliyik adlarını. Tanıdığınız əksər bitkilər iki cinslidir zaten. Məsələn, bayaq saydıq adlarını, noxud, buğda. Ümumiyyətlə, taxılların bir dənə qarğıdalıda deyirik ki, bir cinslidir. Yerdə qalan əksəriyyətində, yəni bizim tanıdığımız iki cinsli olacaqlar. İki ev, ələ bir evlini deyim, bir evli, bir cinsli çiçəklərə aid olacaq. Qarğıdalını artıq da mazol elədi gözümüzü, qarğıdalıdır. Bir də qarğıdalı əkəndə həmişə mən görmüşəm ki, altına da xiyar toxumu əkirlər. Buradan yadınızda saxlayın. Yəni mən elə görmüşəm, mənim də yadımda elə qalıbdır. Sizin də yadınızda qalsın. Qarğıdalı, xiyar. Bunlar ikisi də bir evli, bir cinslidir. Amma məsələn, qovaqdır, söyüddür, çətənədir, quzu qulağıdır, gicitkandır, cilin bəzi növləridir. Bunlar iki evli bir cinslidirlər. Zaten iki evlidirsə, elə bir cinsli də olacaq deməkdir. Yerdə qalanda əksəriyyəti oldu iki cinsli və iki cinslidirsə, demək ki, elə bir evli də olacaq. Və bir də bunu yadınızda saxlayın. Heç yerdə yazmayıb, amma şəkildə verib. Ona görə də testlərdə qarşınıza çıxa bilər. Söyüddür, qovaq da nə dedik? Dedik ki, onlar iki evli bitkilərdir. Deməli, ağacın birində yalnız erkək çiçəklər bitir. O nə rəngdir? Sarımtıl rəngdədir. Rəngini yadınızda saxlayırsınız. Dişi çiçəklər başqa ağacda bitir. O nə rəngdir? Yaşıl rəngdədir. Məsələn, ola bilər testlərdə soruşur ki, söyüdün yaşıl rəngli çiçəklərində nəyə rast gəlmək olmaz? Erkəkçiyə rast gəlmək olmaz. Nə bilim, tozluğa rast gəlmək olmaz. Amma məsələn, söyüdün sarımtıl rəngli çiçəyində nəyə rast gəlmək olmaz? Tozcuq borusuna rast gəlmək olmaz. Tozcuğa rast gəlmək olar. Tolcuq borusu axı tolcuq dənəciyinin cücərməsindən əmələ gəlir. O isə dişiciyin ağızcığında cücərir. Ona görə erkək çiçəkdə biz onu rast gəlmərik. Yəni rənginə görə sizə suallar verə bilər. Belə yadınızda da saxlaya bilərsiniz qarışdırmamaq üçün. Yaşıl rəng həyat əlamətidir. Həyatın da davamı dişi fərdlərdən asılıdır. Təbiətdə yer üzündə bircə dişi fərd qalarsa, həyat davam eləyə bilər. Çünki partenogenez deyə bir anlayışla artıq tanırsınız. Yəni həyatın davamı dişilərdən asılıdır. Erkək fərd tək başına qalarsa, heç vaxt həyat davam eləyə bilməz. Ona görə yaşıl rəng həyat simvoludur. Baxın, bahar gəlib, hər yan yaşıllaşır. Deməli, dişi çiçəkləri söyüdün yaşıldır. Erkəyə nə qaldı? Sarımtıl rəng. Bu şəkildə də yadınızda saxlaya bilərsiniz qarışdırmamaq üçün. Sonra bura qədər sualınız yoxdur ki?
Yoxsa davam eləyirik. Başlayırıq çiçək qruplarına. Nədir çiçək qrupları? Təbiətdə çiçəklər tək-tək də bitə bilər. Məsələn, şanagüllədir, lalədir, ə, sonra qızılgüldür, şaftalının, əriyin çiçəkləridir. Bunlar tək-tək bitirlər təbiətdə. Lakin əksər bitkilərin çiçəkləri qrup halında bitirlər və buna çiçək qrupları şəkildə yasəmənin mürəkkəb salxımını, inci çiçəyinin sadə salxım çiçək qruplarını görürsüz. Nə üçündür çiçək qrupları? Çiçək qrupları həşəratları cəlb etmək üçün bioloji bir uyğunlaşmadır. Yəni kiçik görkəmsiz çiçəklər əgər həşəratı cəlb eləməyə istəyirlərsə, onlar uzaqdan tək olanda balaca olduqlarına görə həşəratın gözünə çarpmaya bilər. Lakin belə topa qrup halında bitərkən kənardan böyük bir çiçəyi xatırladırlar. Tək bir böyük çiçəyi xatırladırlar və bu şəkildə həşəratları özlərinə cəlb eləyirlər. İndi tanış olaq çiçək qrupları ilə. Çiçək qruplarının mən indi güvəni açacağam. Orada sxemlər daha ardıcıldır deyə. Amma siz mütləq şəkildə dərsliyin şəkillərinə əminəm ki, baxacaqsınız və oxuyacaqsınız. Başlayaq çiçək qruplarına. Çiçək qrupları iki qrupa ayrılır, iki cür olur. Sadə çiçək qrupları var və mürəkkəb çiçək qrupları var. Sadə çiçək qrupunda bir çiçək oxu olur və həmin o bir çiçək oxuna saplaqlı və yaxud da saplaqsız çiçəklər birləşir. Lakin mürəkkəb çiçək qrupunda isə bir ədəd əsas çiçək oxundan əlavə bir də onlarda ikinci dərəcəli çiçək oxları olur ki və çiçək saplaqları və yaxud saplaqsızdırsa saplaqsız olaraq bu ikinci dərəcəli oxa birləşmiş olur. İndi tanış olaq birinci sadə çətir çiçək qrupu ilə. Sadə çətir çiçək qrupunda deməli qısalmış əsas çiçək oxuna, bu dərsliyin cümləsidir. Bəzilərində yazacaq, məsələn, sadə salxımda yazacaq, uzanmış əsas çiçək oxuna. Amma məsələn, sadə çətirdə isə deyir, qısalmış çiçək oxuna saplaqlı çiçəklər eyni nöqtədən çıxmış şüalar şəklində birləşir. Yəqin ki, hamınız çətir görmüsünüz, zontikdə rus dilində çətir. Bax, bu şəkildə onun aşağısında o dəmirlərin birləşdiyini görmüsünüz. Onu xatırlatdığına görə də bu cür adlandırılmışdır. Deməli, burada soruşa bilər, güvənin adətən belə testləri olur. Burada neçə çiçək görürsünüz, bir-bir sayırsınız. Burada neçə saplaq görürsünüz, neçə dənə çiçək varsa, o qədər saplaq var. Da bunu saplaq kimi saymayın. Bu saplaq deyil. Bu nədir? Əsas çiçək oxudur. Sadə çətir çiçək qrupunda əsas çiçək oxu uzanıbmı, yoxsa qısalıbmı? Qısalmışdır deyirsiniz. Alma, albalı, Novruz çiçəyi, buna primula da deyirlər. Soğan, sarımsaq və gilasda sadə çətir çiçək qrupu olur. Əzbərləməliyik, başqa yolu yoxdur. Və bir də onun mürəkkəb forması olan mürəkkəb çətir çiçək qrupudur. Burada da yenə əsas çiçək oxuna yenə birləşibdir ikinci dərəcəli çiçək oxları. Bu isə saplaqlı çiçəklər. Deməli, mürəkkəb çətir bir neçə ədəd sadə çətirin, baxın 1, 2, 3, 4 dənə sadə çətir birləşib. Bu 4 konkret rəqəm deyil, ola bilər ki 5 olsun. Yəni, say dəqiq bir şey deyil. Sadəcə olaraq deyirik ki, bir neçə ədəd sadə çətirin birləşməsindən əmələ gəlmişdir. Və bunu da yenə əzbərləyirik. Yer kökü, küyüd, cəfəri, baldırğan, kim ki kənd yerində yaşayır, rayon yerində yaşayır. Məsələn, mən çox fikir vermişəm, kənd uşaqları bunları daha yaxşı əzbərləyirlər, çünki onlar görübdülər.
Yəni görəndə daha tez yadınızda qalır. İndi kim ki rayon insanlarıdır, yer kökünün çiçəyin görüb, şüyüdün, cəfərinin, qaldırğanın çiçəyin görübsə, raziana da belədir. Yəni mən görmüşəm raziananı şəxsən. Yəni bu belədir. Bunlar elə raziana elə şüyüd kimi bir şeydir nə? Bunlarda olur mürəkkəb çətir çiçək qrupu. Sonra gəlir sadə salxım çiçək qrupu. Sadə salxım çiçək qrupunda deyirik ki, əsas çiçək oxu uzanmışdır. Saplaqlı çiçəklər növbə ilə onun üzərində düzülmüşdür. Sadə salxım çiçək qrupunu bütün xat çiçəklilər nümayəndəsini bura sadalaya bilərsiniz. Kələm, kur, şalğam, quş şəbbəyi, yarğan otu, sarılıq otu, nə bilim, üskük otu, at şabalıdı, hamısını bura aid eləyə bilərsiniz. Bu oldu sadə salxım çiçək qrupu. Qarağatın özünü də bura aid eləyə bilərsiniz. Meşə gilasını, baxın, gilasın adını çəkdik, gilasın adını çəkdik sadə çətirdə. Meşə gilasının adını çəkirik sadə salxımda. Yəqin meşə gilası görmüsünüz, belə görübmüsünüz də deyirəm, bilmirəm. Görmüsünüzmü? Yəni mən görmüşəm, belə salxım şəklində belə sallanır. Eyni ilə inci çiçəyi kimi meyvələri bu şəkildə sallanır. Ona görə də gilas sadə çətirdir. Meşə gilası sadə salxımdır deyirik. Sonra mürəkkəb salxım nədir? Mürəkkəb salxımlar eyni ilə bir neçə sadə salxımın birləşməsindən yaranmışdır. Bunu əzbərləmək sizə asan olacaq. Hamınız üzüm salxımı görmüsünüz və üzüm salxımı görmüsünüzsə, Yasəmənin də şəklini bayaq göstərdim dərslikdən. O da üzüm salxımı kimi oxşuyur ona. Ona görə deyirsiniz ki, üzüm və Yasəmən. Vəssalam. 2 dənə nümunəsini əzbər bilsəz kifayətdir. Çünki sizə dərslikdən kənarı soruşmayacaq. Bu cür əzbərçi şeylərin parametrləri dərslikdən kənar sizə soruşulmayacaq. Sonra gəlir sadə sümbül çiçək qrupu. Sadə sümbül çiçək qrupu sadə salxıma oxşuyur. Sadəcə olaraq ondan fərqli olaraq saplaqlı yox, oturaq çiçəklər növbə ilə uzanmış çiçək oxunun üzərində, əsas oxun üzərində saplaqsız oturaq çiçəklər növbə ilə düzülür. Məsələn, deyir ki, tutaq ki, turpun çiçəkləri saplaqsız olsaydı, hansı çiçəyin çiçək qrupuna bənzəyərdi? Deyəcəksiniz, bağa yarpağının. Səhləbin adı heç dərslikdə ümumiyyətlə verilməyibdir. Bircə dənə nümunəsini verir sizə, sadə sümbülə. Bu da bağa yarpağıdır. Bağa yarpağının həm də adını çəkmişdik. 2 ləpəli bitkilərdən saçaqlı kök sistemi və qövsvarı yarpaqları olan çiçəklərin həmçinin də yarpaqları rozet əmələ gətirir demişdik. Sadə sümbüldən danışmışıqsa, mürəkkəb sümbülün də xətrinə dəyməyək, bir neçə ədəd sadə sümbülün birləşməsindən əmələ gəlir mürəkkəb sümbül. Bunu da əzbərləmək asandır. 3 ədəd belə məşhur taxılları bilirsiniz. Buğda, arpa, çovdar. Qalanları ilə işiniz yoxdur. Qalan taxılların adını burada çəkməyin. Buğda, arpa, çovdar. Arpa, buğda, çovdar. Nədir? Mürəkkəb sümbül çiçək qrupudur. Yəni məşhur taxıllar bunlardır. Heç vaxtı başqası yadımıza düşmür taxıl deyəndə. O dəqiqə üçünü deyirsiniz. Arpa, buğda, çovdar. Bunlar nədir? Mürəkkəb sümbül çiçək qruplarıdır. Sonra gəlir səbət çiçək qrupu. Səbət çiçək qrupu sadə çiçək qruplarına aiddir və burada əsas çiçək oxu, baxın, əsas çiçək oxu enliləşir, qalınlaşır və nəlbəki formasını alır. Saplaqsız çiçəklər, yəni oturaq çiçəklər onun üzərində düzülür və səbət çiçək qrupunda kənarlarda sarıq adlanan yaşıl yarpaqcıqlarla əhatə olunmuş olur. Yəqin hamınız günə baxan görmüsünüz o çiçəyini, orada yaşıl rəngli o hissəni, sarığa adlanan hissəni də görmüsünüz. Bu da asandır əzbərləmək. Ona görə ki, bütün mürəkkəb çiçəkləri burada sadalaya bilərsiniz. Günə baxan zəncirotu, astra, georgin, göyçiçək, eşək qanqalı, kəpənək çiçək və s. Bunlar da oldu səbət çiçək qrupu. Səbət çiçək qrupunun mürəkkəbi yoxdur, amma mürəkkəb qıçanı veribdir sizə. Onun da sadəsi var əslində təbiətdə. Sadəcə olaraq o da bizim dərsliklərdə yox.
Mürəkkəb qıça çiçək qrupunu, məsələn, hansı bitkinin 2 cür çiçək qrupuna malikdir taxıllardan? Qarğıdalı, düzdürmü? Qarğıdalının dişi çiçəkləri mürəkkəb qıçadır. Burada da əsas çiçək oxu ətliləşib, silindr formasını alıb və saplaqsız çiçəklər bu deməli silindrin üzərində, çiçək oxunun üzərində, ətliləşmiş çiçək oxunun üzərində düzülmüş olur. Bu da oldu mürəkkəb qıça. Sonra başçıq çiçək qrupu isə bunun da mürəkkəbi yoxdur, sadə çiçək qrupudur. Əsas çiçək oxu dəyirmiləşmişdir və onun üzərində saplaqsız çiçəklər yerləşir. Bu da asandır əzbərləmək. Yəqin ki, yonca görmüsüz, yonca çiçəyi görmüsüz. Yoncanın bütün növlərini, üç yarpaq yoncanı, qırmızı baş yoncanı başçıq çiçək qrupuna aid eləyə bilərsiniz, hansı ki, onlar paxlallar fəsiləsinə aiddir. Və daha bir sadə çiçək qrupu qalxan çiçək qrupudur. Saplaqlı çiçəklər, qeyri-bərabər uzunluqlu saplaqlı çiçəklər eyni səviyyədə yerləşirlər. Yəni bunlar qalxan kimi, qalxanla necə tuturuq nəyinsə qabağını? Burada da eyni səviyyədə qalxan kimi düzülüblər, amma bunların eyni səviyyədə düzülməsi üçün çiçək saplaqları bərabər yox, qeyri-bərabər uzunluqda olmalıdır. Bunu da asandır əzbərləmək. Armuddur, yemişandır, quş armududur, feyxadır, bura aiddir. Yəni az bir nümayəndə də bura aiddir. Və daha bir çiçək qrupu, bunu da mürəkkəbdə yalnız keçirik. Süpürgə çiçək qrupudur. Taxılların yerdə qalan nümayəndələrini, arpa, buğda çoğları, o heç dedik onu mürəkkəb sümbüldə. Yerdə nə qaldı? Darı, çəltik, vələmir və qarğıdalının erkək çiçəkləri, dişi çiçəyi qıçadır dedik. Erkək çiçəkləri isə süpürgə çiçək qrupunda deyəcəyik. Süpürgə çiçək qrupu mürəkkəb salxıma oxşuyur, lakin çiçəklərinin sayı orada daha da çox olur. Yəni o daha qatma qarışıq. Siz baxmayın, burada belə çəkibdir. Dərslikdəki şəkildə qoy göstərim sizə. Hanı süpürgə? Aha, burada heç burada da fərqli çəkməyib əslində. Mürəkkəb sümbülü daha qatma qarışıq veribdim süpürgədən. Olsun. Yəni bu da oldu nə? Süpürgə çiçək qrupu. Nəyi demədim? Nəyi demədim? Dedim mi hər şeyi? Dedim. Müəllimlər,